İzin verin hər bir şəxs özünü o qəbul etdiyi haqlı dünyasında yaşasın. Elə ki, Hz. Məhəmməd də İslam o dinini yayanda heç kimin o dininə, o qavrayışına, həyat şəraitinə o qarışmırdı. Salam əziz izləyicilər. Bu videoda sizlərlə insanlıq haqqında söhbət eləmək istəyirəm. İnsanlığımızı, özümüzü nə dərəcədə tanıyırıq bu barədə söhbət, yəni müzakirə aparmaq istəyirəm. Əvvəla sizdən xahişim odur ki, video başlamazdan əvvəl əgər videolarımı izləyirsinizsə və bəyənirsinizsə, bəyənməyi, kanala abunə olaraq o dəstək olmağı və rəylərdə fikirlərinizi, o düşüncələrinizi o qeyd etməyi sizdən xahiş edirəm. Demək insanlıq bu kəlmə o çox belə o maraqlı, o o o çox suallar yaradan özündə bir kəlmədir. Bizlər özümüzü o nə dərəcədə o tanıyırıq? Bizlər ümumiyyətlə o demək haqqı, o doğruluğu, o gerçəyi o nə dərəcədə o bilirik? Demək hər bir insanın demək özünə o demək xas bir o doğru və yanlışı olur. O demək hər bir insanın özünə uyğun bir o dini bir baxışı olur. Hər bir insanın o demək ədalət o tərəzi fərqli olur. O demək o birinə o doğru olan bir anlayış o başqa insanlara o görə yanlış ola bilir. Ancaq onun o digər insanlara o görə o yanlış olan bir anlayış həmin o doğru indi sandığı insana o sual verəndə, onunla müzakirə edəndə özünün o bildiyi o doğru anlayışın həqiqətən o doğru olduğunu o sübut etmək üçün hər şey edir. Yəni mənim o fikrim o budur, mənim haqq, ədalət o gözüm o budur və bu o demək həqiqətən də o doğru olan bir anlayışdır. Bu həmçinin o bizim o dini o baxışımızda da yəni ki, o belədir. Çünki o demək o deyək ki, o demək Orta Asiyada o dünyaya o gəlmisiniz və İslam o dinindənsiz. Sizin dininiz İslamdır. O demək İslamı o demək haqq o din olaraq o səhvsiz, nöqsansız, o doğru bir din olaraq sanırsınız. Ancaq sizlər Avropada o doğulmuş olsaydınız, xristianlıq o dinində olacaqdınız və o demək həmin o xristianlıq o dinində sizin üçün haqq o doğru, o səhvsiz, inanmalı olan bir o din olaraq olacaqdı. Əgər o demək Avropada o doğulsaydınız və xristianlıq o dinində olsaydınız, o sizə görə o demək xaçlı yürüşləri o doğru, haqlı, ədalətli o bir yürüşlər olaraq o demək ki, qəbul olunacaqdır. Ancaq o demək Orta Asiyada o doğulmuş olsaydınız, o sizə görə xaçlıq o demək yürüşləri o demək o səhv, yanlış bir o kafirlərin etdiyi bir haqsızlıq, doğru olmayan bir o davranış o kimi olacaqdı. O deyək ki, Hindistanda və Çində, o deyək ki, o tərəfdəki ölkələrdə o dünyaya o gəlmisiniz və sizə o görə o doğru bir din, o demək ki, Buddizmdir, Hinduizmdir, o demək ki, o başqa bir Quranın o dinidir. Demək Orta Asiyadan o deyək ki, bir nəfər sizə yaxınlaşır və dininizi sorğu-sual edir və siz demək onun o sizi o gördüyü o kimi o bütlərə sitayiş etmədiyinizi izah eləyirsiniz. O bütlərin həqiqətdə o nələr olmasını izah eləyirsiniz. O Tanrıya o gedən bir yol olaraq olmasını izah eləyirsiniz. O deyək ki, ateistsiniz. O dinləri o qəbul eləmirsiniz. Amma ateistlik də öz özlüyündə o bir o din anlayışıdır. Yəni ki, o dinləri qəbul eləməsə də o belə o özü bir dini anlayışdır. O dini bir fikirdir. O dini bir o konseptdə olan bir düşüncədir. O deyək ki, ateistsiniz və heç bir o dini o qəbul eləmirsiniz və bütün o dinlərdə o yanlışlar axtarırsınız və sizə o deyə İslam, o deyə xristianlıq, o deyər o fərqli bir o dinin nümayəndəsi o sizlə müzakirə aparsa, o sizlər ateistlik o düşüncənizi o doğru olaraq o qələmə verəcəksiniz və o qələmə verəcəksiniz o deyirəm. Amma həqiqətən onun o doğru olduğuna siz inandığınız üçün, o sizin üçün haqq olan o düşüncənin bu olması üçün, o siz o demək ateistlik o düşüncəsini haqq
bir anlayış, haqq bir o qavraş olaraq o qarşınızdakı insana, müəyyən bir o dini inanışdakı insana sübut elətdirəcəksiniz. Sübut elətdirməyə çalışacaqsınız. Aranızda müzakirələr olacaq. Videoda o demək istədiyim ondan ibarətdir ki, o bizlərin o dini anlayışı, o bizlər üçün o doğru və yanlış olan o qavramlar o bizim ünvanımıza, o doğulduğumuz ailəmizə, o gördüyümüz həyat şəraitinə uyğun olaraq formalaşır. O dem o deməli Albert Einstein o demək zamanın o nisbi anlayış olmasını vurğuladı, sübuta yetirdi. Bu doğru oldu. Ancaq Albert Einstein'in o bir şeyi vurğulamaq unutdu ki, bu kainatda, bu bizim həyatımızda, o nəinki o zaman hər şey nisbidir. Bizim o demək o dini o görüşümüz, o bizim o demək o qavrayışımız, həyatda o doğru və yanlış olan bütün hər şey onun nisbidir. İnsandan insana o dəyişir, insanın xarakterinə uyğun olaraq formalaşır. Amma insanın xarakteri də onun ünvanına, həyat şəraitinə uyğun olaraq formalaşır. O bu həyatda hər şey nisbi anlayışlardan ibarətdir. O bizlər o nə qədər özümüzün anlayışlarına haqq qazandırsaq da, həqiqətdə haqq olan heç bir şey yoxdur. Hər şey nisbidir və o o kimliyinə və şəxsiyyətinə uyğun olaraq həmin o şəxs üçün haqqdır və o digərləri üçün haqsızlıq və o doğru olmayandır. Elmdə o belə bir o təcrübə o var ki, o qoşu yarıqlar o təcrübəsi. O demək, o burada biraz elmi o danışmayacağam, açıqlayıcı o danışacağam ki, bu nəzəriyyə o o bir şeyi vurğulayır ki, elektronları, yəni ki, protonlar maddənin o tərkib zərrəciklərini o qoşa lövhəyə, o daha doğrusu sanki qoşa yarıqlı bir lövhəyə onlar istiqamətləndirirlər və arxada da o bir onların o toqquşacağı o bir səth yaradırlar və izləyici olmadıqda o səthdə o dalğa funksiyası formalaşır, o dalğa xəttləri formalaşır. Ancaq izləyici olduqda isə izləyicinin o qavrayışına uyğun olaraq, yəni o səthdə bir xətt formalaşır. O bu deməkdir ki, iki xətt formalaşır o və digər o dalğa funksiyasında olan o digər o bütün sonsuz o xəttlər məhv olur. Yəni izləyici olmadıqda o bütün xəttlər reallıqdadır. Ancaq izləyici olduqda isə ancaq izləyicinin o qəbul elətdiyi xəttlər reallıqdadır. Onlar formalaşır və digər bütün o o dalğa xəttlərində olan o digər bütün xəttlər isə o gedir məhv olmağa və ehtimallar nəzəriyyəsində formalaşır. O bu bizə həyatımızı o qavramağımızda o çox böyük bir nümunədir. Elə ki, o bizlər də o dünyada o sonsuz o qavrayışlar içərisində, o sonsuz o doğru və yanlışlar içərisində özümüzün o doğru və yanlışlarını o qəbul edərək o digər o doğru və yanlış anlayışlarını o demək yenə o səthdəki o dalğa funksiyasında olduğu kimi ehtimallar funksiyasına ötürürük. O bu dünyanın özü sırf bir nisbilik o dünyasıdır. Hər şey nisbidir. O bizim o gördüyümüz hər bir şey nisbidir. Elə ki, o qatı sandığımız bütün maddələrin o tərkibinin o böyük hissəsi o boşluqdan ibarətdir və qalan o kiçik bir hissənin özünün də o dərinliyinə o getdiyi də o da o boşluq yəni sahəsidir. Bu dünyada hər şey nisbidir və bizim o qəbul etdiyimiz anlayışlar o cürə formalaşır. O zaman bu dünyada haqq nədir? O bu dünyada haqsızlıq o nədir? O yoxdur. O yəni o günah edən, o yanlış edən, hətta o cinayət edən o bir insanı o belə o dindirdikdə o özünün etdiyi o dem əmələ o dem haqq qazandırır. O və ya haqsız o demək o günahkar olduğunu o qəbul etsə də o belə etdiyi əməli izah etməyə o çalışır. Ancaq o digər insanlar o nisbətən onun etdiyi o o demə o davranış, o demə hərəkət o günahkarlıq olaraq hesab olunur. Mən o günahkarlığın o yanlış hesab edildiyini burada vurğulamıram. O burada vurğuladığım odur ki, o bu həyatımız, bu kainatımız hamısı nisbilik üzərində formalaşır. O yəni odur ki, o bu həyatımızda bir o qatı həqiqət, bir o dəyişməz bir həqiqət olmadığı üçün, hər şey nisbi olduğu üçün, o bizlər özümüzlə o demək ki,
o mübahisə etmək, özümüzlə demək, anlaşmazlıq etməyi artıq bir kənara salmalıyıq. Çünki o sizin üçün haqq olan bir şey başqası üçün sözsüz ki, haqsızlıq sayılır. Ona görə də müzakirə etmək, o mü o o mübahisə etmək, o davayı onu yönəltmək, bir-birimizi incitməyə heç bir əsas yoxdur. İzin verin hər bir şəxs özünün o qəbul etdiyi haqlı dünyasında yaşasın. Elə ki, Həzrəti Məhəmməd də İslam o dinini o yayanda heç kimin o dininə, o qavrayışına, həyat şəraitinə o qarışmırdı. O niyə qarışmırdı? Çünki Həzrəti Məhəmməd o dünyanın, o bu həyatın o nisbilik üzərində o formalaşdığını anlayan bir insan idi. Odur ki, əgər o dinimizi o düzgün yaşamaq istəyiriksə, hər kəsin öz dininə, özünün o doğru və yanlış anlayışlarının formalaşmasına izin verməli və onları o günahkar hesab etməməliyik. Hinduizm də olsa, o demək, xristianlıq da olsa, İslam da olsa, ateistlik də olsa, hər biri öz dünyasında haqlıdır. Onların o dünyası, o qarışmağımıza, haqlı və haqsızlıq o durumlarına o salmağımıza haqqımız yoxdur. Çünki hər şey nisbidir. Sizin üçün haqq olan başqa birisi üçün haqsızlıqdır. Bunu unutmayın. Bir-birimizi hörmət edək, bir-birimizin o fikrinə, həyat şəraitinə, həyat o qavrayışına, o dininə və onun anlayışlarına hörmət edərək bir-birimizlə o mehriban o yaşamağı öyrənməliyik. Bu insanın aydınlanmasıdır, insanın o qavrayışın yüksəlməsidir. Unutmayın, insanlığı sevgi xilas edəcək. Sevgi nədir? Bir-birimizə qarşı anlayışla, bir-birimizə qarşı səmimiyyətlə o davranmaqdır. Əzizləyəcək, videonun sonuna gəldim. Ümidvaram ki, o video sizin üçün önəmli oldu. Əgər o bəyəndinizsə, o bəyənməyi və rəyləri, öz fikirlərinizi o yazmağı unutmayın.